seriyasının yaradılma səbəbi budur ki, çox görmüşəm ki, yəni daha bildiyimiz test köprüsünün izahları var. Amma abituriyentlər əsasən belə bir çətinlik seçirlər ki, yəni dərs izahlarına falan baxırlar, eləyirlər, sonra gedirlər evlərində otururlar, yazısını yazmağa çalışırlar, amma testləri yaza bilmirlər. Mən də demişəm ki, nətər ola bilər bu? Səliqəlilik yazmaq istəyirəm, səliqəlilik hər zaman həyatında keşf edir. Səliqəlilik nəminə belə bir şey istəmişəm ki, seçə bir mövzu olsun, video tamamən mövzu üzərində olsun. Məsələn, indi mexaniki hərəkətin təsviri düz xəttə bərabər sürətdə hərəkətdir. Sırf bu mövzunu nə etmək istəyirəm? İzah eləmək istəyirəm. Testin yox, nəzəriyyəsin. Nəzəriyyəsini biləsən. Sonra da testi qoyarsan qarşına, testi qüsur şəkildə işləyirsən. Bunu elədim, keçən il olmuş mövzunundakı, yəni seriya şəkildə, imtahan gününə qədər istəyirəm ki, bunun hamısını çəkəm. Nəzəriyyə deyəndə tərif və düsturlar. Tərif, düstur, hər şey. Hətta şeylərdir, misallar falan da işləmək istəyirəm. Yəni, bunu eləyəsən, sonra keçəsin ikinci mövzusu, üçüncü mövzusu, dördüncü mövzusu, biz də ki, çalışdığımız əlimizdən gələn qədər daha tez çəkməyə çalışacaq ki, abituriyentlər neynəsin, daha tez əldə edebilsin materialları. Və bu da nə xeyrinə gətirəcək? Azərbaycanda, məncə dünyada ilkdir. Çünki belə bir şey görməmişəm, həqiqətən ki, sırf bir dənə dövlət imtahan mərkəzinin qurduğu testdə, yəni bizim suallar hamısı buradan düşür. Yəni, bunun həqiqətən belə bir şey olsa, şəxsən adamın abituriyent olası gəlir. Sən də baxsın, məncə ilkdir və həqiqətən də çox gözəl bir şeydir. İndi bu video biraz uzun ola bilər. Çünki düz xəttə hərəkət mövzusu ümumiyyətcə uzundur digərlərdən nəzərə. Biraz uzundur. Amma digər mövzular, məsələn, çevrə üzərində hərəkət. Mən xətti sürətini 7 dəqiqə, 8 dəqiqə izləyərəm. 7 dəqiqə, 8 dəqiqə baxırsa, testini götürüb belə ki, həqiqətən deyim, testin çox vaxt qarlamasız. Bu da adı, bu da belə. Qrafiklər zaten. Çox sadə şəkildə həll düz asılı, əyri tanıyıram, bəli. Və mən saydım. Ərinmədim, həqiqətən saydım. İndi yadımdan çıxıb neçə idi. Amma səhv eləmirəmsə 114 dənə başlıq var. Bizdəki, yəni 80 günə, 84 günə falan filan imtahan gününə qədər 114 dənə başlıqda, yəni 114 dənə video çəkib YouTube atmalıyıq. O da ilk videomuz olacaq. Dediyim kimi, ilk videolar nətərdir? Biraz uzundur. İndi biraz danışdıq. Amma videonun konusuna keçək. Bu girişi, yəni oradan atdırmadan və direkt dərsi keçmək olur. Birinci dərsimiz nədir? Yine buradan baxaq. Adımla doğru olsun, adıyla istəyirəm. Mexaniki hərəkətin təsviri, düz xəttə bərabər sürətdə hərəkət. Hansı əmin yazdım? Buna yazdım da. Hərəkətin nəyi? təsviri. Hərəkət. Birinci, nədən izah eləmək istəyirəm? Fizikada bir sualda cavab vermək istəyirəm. Yəni, bunu niyə eləmək istəyirəm? Soruşsanız, əslində bunu eləmək mən bir azadlıqlarıma qarşı bir şeydir. Amma ikimi mövzuda deyək, istəyirəm ki, gələn dəfəki peşələrə də neynəsin, xeyir versin. Sırf, yəni mexaniki hərəkətin təsviri dediyimiz, xəttə bərabər sürətdə hərəkət dediyimiz mövzunu istəyirsinizsə, onunla qartdan qarab direkt çevirmək olar, keçərsiz olacaq. Yəni, əsasında istədiyim nədir? Fizikanın nə olduğunu deyim birinci, fiziki kəmiyyətin nə olduğunu deyim. Onları həqiqətən də, yəni, əslində tərifi çox qısadır. Təbiətdə baş verən hadisələr ümumiləşdirilmiş məzmundur da. İndi deyəcəm, yəni gözəl. Bundan sadəcə tərif deyil ha. Hər şey anlayasınız. Fiziki kəmiyyətin nə olduğunu. Hətta bəzi zamanlar deyəsiniz ki, gedirsən? Yox. Hə. Hətta bəzi zamanlar deyəsiniz ki, həqiqətən, ondan oldu. Mən bunun tərifini öyrənmişdim, amma nə olduğunu həqiqətən bilmirəm. Onun üçün birinci sualımız nə olsun? Deyək ki, mən sualı izah edəndə, dərs izah edəndə suallar belə izah edirəm. Yəni, başlıqlar altında faydalar eləyirdim, hissələr qoydum. Birinci hissə fizika nədir? Fizika nədir haqqında məlumat verirdim. Amma indi siz çox dəyişik yox, məsələn, amma yazıram ki, fizika nədir? Fizika indi deyirlər təbiətli bölümlərdir, məsələn. Falan da kimi tərifini eşirsiniz. Amma real tərifini istəyirsinizsə, kainatımızı idarə eləyən tüm qanunların kainatı idarə eləyən bütün qanunların toplusu fizikadır. Bu nədir bilərsən? Bütün qanunların cazibə bilərsən. Cazibə qanunu. Yəni, yerin cazibə qanunu. Bax, məsələn, nə bilərsən ki, bu nətər şeydir? Bıraxdım, bir yerə düşdü. Bu müəyyən bir qanuna tabi olur. Yəni, bizim həyatımız qanunlardan ibarətdir. Qanundur, yəni onu dəyişir, məsələn, konstitusiyanın qanunları var. 32-ci maddəsi, nə bilir, 48-ci maddəsi var da qanunlar. Və o qanunlara Respublika vətəndaşı olaraq tabiyik. Yəni, tabi olmasa, cəzaləsinə də. Tabiyik. Burada da fizikada da belə bir şeydir. Bunu amma, işte odur ki, o siyasətçilər yazmır. Bunu Tanrı yazır. Tanrının qoyduğu qanunlar bunlardır. Və biz cisim, istərmə bu qanunlara tabisən. Deyirsən, mən tabi deyiləm. Yəni, məsələn, konstitusiyon qanunlara tabi olmasa cəzalanırsan da. Burada mənə fərdir. Deyirsən, tabi deyiləm, otur pəncərədən otla.
Hopa gör nə olur? Orada da yer cəzalanırsan yenə. Çünki uça bilmirsən. Yəni hoplansa ağır qüvvəsi var. Qanundur. Cazibə qanunu. Qanun. Yeni Bütün qanunlar, bəli, təkcə bu qanun yox, çox qanun var fizikada. Çox qanun var. Nə? Məsələn, elektromaqnetik qüvvələr var. Məsələn, Maxwell qanunları var. Maxwell'in 4 dənə qanunu var və onlar klassik elektrodinamikanın, yəni öz həqiqidir deyir. Yəni çox qanunlar var fizikada. Çox qanunlar var və bu qanunlar hamısı bir-bir, yəni burada orta məktəb standartını təbii ki, tabi olaraq öyrənməyə çalışıyoruz. Hamısı birlikdə olaraq. Yəni indi keçək ikinci sualımıza. Yəni fizika nədir? Bildikdə, yəni qısacasındadır. Tarixi olaraq deyim ki, Aristotel tərəfindən ortaya atılıb. Aristotel deyir ki, belə bir şey olsun. Yəni ilk dəfə ki, qanunların falan yazılmasında. İkinci sualım nədir? İkinci sualım fiziki cəmiyyət nədir? Fizik cəmiyyət nədir? Fizik cəmiyyətinin nə başa düşdünüz? Cəmiyyət deyəndə Nə başa düşdünüz? Fizik cəmiyyətdə məsələn vektorlar cəmiyyət deyirik də, məsələn sürət vektorlar cəmiyyətdə. İndi nəsə azar. Baxın indi. Biz əvvəl dedik ki, qanunlar falan öyrənəcəyik də. Məsələn, qanun bir nədir? Qanun bir nədir? Ağac da olur. Ağaçda bir dənə alma ağacı var. Düşür Newtonun başına. Newtonda bir altısında da belə kitab olsun. Əgər ki, belə bir hadisənin baş vermədiyini bilirik, əfsanədir sadəcə. Amma bunun başına düşür. Bu nədir? Hadisədir. Yeni cazibə qüvvəsinin təsiri ilə Almaniyada Almanın cəzb olunduğuna görə Newtonun bax indi hadisə deyilən bir şey var belə. Hadisə nədir? Biz bu suala cavab verməliyik. Hadisə nədir? Hadisə təbiətdə baş verən ən xırda dəyişiklik hadisə deyil. Alma yerə düşdü. Hadisədir. Bir də var cisim. Cisim də olmalıdır. Cisim hər şey. Əşyalar səbəbi nəticə hal deyil. Cismin yerə düşməsinin süni yollarına və təbii yollarında olmağına əsaslanır. Məsələn, göydəki samolyotun uçuşu zamanı xəta baş verməsində yerə düşə bilər ya da insanın hansı bir cismi göydən yerə süni şəkildə atıb bilməyə ehtimaldır. Təbii ki, təbii ki. Yəni hər ikisində nədir? Hər ikisində hadisədir. Amma iki yerə bölünür. Bir təbii hadisə, bir də süni hadisə. Təbii hadisə göydəki samolyotun uçuşu zamanı xətaya baş verməsi, onun yerə düşməsindən, yerin cazibə qüvvəsinin təsirinə yerə cəzb olunması nəticəsində. Bir də var insanın hansı bir cismi öz istəyi ilə, öz ixtiyarına. Məsələn, siz bayaq markeri atdığınız yerə. O mənim, indi süni şey. Amma indi dərsimizin əsas məqsədi nədir? Fizik cəmiyyətin nə olduğunu deməkdir. Fizik cəmiyyət tərif olaraq deyim ki, cismin və ya hadisənin ölçülə bilən hissəsinə nə deyirik? Fizik cəmiyyət deyirik. Tərif odur. İndi ki, tərif xırdalıq görür cisim. Məsələn, deyək ki, sürət haqqında danışır. Sürət ədədi qiymət, ədədi tutaq ki, deyirik 5 metr bölü saniyədir da. Sürətin ədədi qiyməti 5-dir. Amma bunu ölçən cihaz spidometrdir da. Bunun kəmiyyət isə fiziki kəmiyyət deyəndə, bu sürət haqqında danışır. Fiziki kəmiyyət deyəndə ölçülə bilən, ədədi qiyməti olan, məsələn, sürətin deyirik ki, 5 metr bölü saniyədə ədədi qiyməti var, ölçülə bilinir və vahidi var. Məsələn, bu haqda belə deyə bilərik. Deyə bilərik, bəli. Amma indi sən sürət üçün dedin. Bütün cisimlər üçün danışacağıq. Fizik kəmiyyətin tərifini deyirəm. Hadisənin, cismin və ya hadisənin təcrübədə ölçülə bilən hissəsinə fizik kəmiyyət deyirik. Yəni fizik kəmiyyət nə tər olan bir şey? Yəni burada deyə bilərsən ki, tamam, anladım tərifi, dedin, əzbərləyə bilərəm. Amma hadisə nədir? Cisim nədir? Cisim deyil nədir? Cisim xalı deyil. Yanlar xalı deyil falan. Cisim xalı deyil. Xalı deyil məsələn. Stol, sən, mən, marker. Hər şey cisimdir. Yəni gözümüzün hər şey maddədən ibarətdir. Maddədən demişəm. Cisimdir. Hər şey cisimdir. Yəni belə görürük ki, gözümüzlə gördüyümüz hər şey cisimdir. Bir də var nə? Hadisə. Hadisə nədir bəs? Hadisə məsələn, marker düşdü yerə. Newton başına alma düşdü. Bu nədir? Hadisədir. Baş verəcək hadisə. Hadisə. İndi fiziki kəmiyyət budur ki, bu hadisəni ölçə biləcəyiniz bir hissə var. Nə ölçə ölçə bilər? Newton başına alma saniyədə düşdü. Ücə zaman. Ücə bu fiziki kəmiyyət. Hansı sürətlə düşdü? Hansı sürətlə düşdü? Sürət fiziki kəmiyyət. Bu xaldenikın uzunluğu nə qədərdir? Bu fiziki kəmiyyət. Uzunluq fiziki kəmiyyət. Fiziki kəmiyyət nədir? Cismin və ya hadisənin təcrübədə ölçülə bilən hissəsinə nə dedik? Yəni fiziki hadisə yox, fiziki cisimdir, gəzəşalı. Fiziki cisim. Fiziki cisimlər də saçlı deyil. Fiziki kəmiyyət deyil, bəli. O belə deyək ki, cismin nə idi?
düşməsinin zamanı onun hadisəsini izah edən kəmiyyətlərə fiziki kəmiyyət deyilir. Yo, mən az sonra dediyim kimi tərifini qırdım belədir. Baxın, fiziki kəmiyyət budur ki, bu hadisələr olur, cisim var. Bunu təcrübədən ölçə bilirəmsə, bu nədir? Yəni təcrübədə o haqqda məlumat toplamaq üçün bu kəmiyyətlərdən istifadə olunur. Təcrübədə o haqqda məlumat var deyə bir kəmiyyətlər var, bilir. Baxın, işin gözəl tərəfi budur ki, indi deyərlər sən fiziki kəmiyyəti var və bunu sən dedin T yazdın, V yazdın, fiziki iç başlıqlar üçün deyəndə E yazdın. Bu niyə belə yazdın? T-ni niyə zaman T-nə işarə edirəm, V-nə işarə edeyim? Çox az, bunun bəlkə bir saçma bilərik, amma Kəşf olunca insan şərəfinə... Yo, o da var, bəli, o da var. Yəni, bəzi kəmiyyətlər elə kəşf olunan insanlar bunu qoyur. Amma əsasən belədir ki, tənbəllik, belədir, zaman yetməlidir. Mən əzavəndə dedim, fiziki kəmiyyət zamandır. Əslində mən zaman yazdım. Zı yazılmalıdır. Zı yazılmalıdır. Əslində zı yazılmalıdır, zaman yazılmalıdır. Sadəcə zaman uzundur. Demiş ki, neyini? Qısaldaq zı yazın. Və ya sürət. Uzundur, qısaldaq zı yazın. Mən bir sual verirlər, ay mənim, sənə danışsan. Bir yaxdan deyirsən, T hərfindən necə Z hərfi yazdım. Əslində Z. Amma tənbəl sözündən. Amma yox, tənbəl sözünün tısından. Zaman var Yox. Əslində belədir ki, fizikanı Azərbaycan Respublikası üçün yaradılmayıb. Fizika dünya üçün yaradılıb. Dünya dili nədir? İngilis dili. İngilis dilində zaman nə deyirlər? Time. Hayır. Sıvılar T yazılır. Sürət nədir? Velocity. Mən yazmışım, bəlkə düz yazmadan. Velocity. Sıvılar V yazılır. Güc. P hərfinə deyil, işarəlanır. Power. Başqa bir kəmiyyət deyim. Çoxu belədir. Məsələn, bucaq sürəti. Bucaq sürəti mən nə bilim, bucaq nə demək İngiliscə? Güvən. Nə? Güvən. Qüvvə. Force. Sevirsən F hərfi. Sonra təcil. Acceleration. Onda sizin A hərfi. Nəsə, yəni fiziki kəmiyyətlər nədir? Əslində bildiyimiz A. Mən həmişə demişəm, həmişə sözümdür. Mən bunu bilmirdim, yaxşı. Həmişə, bunu bilməmiş, təməllər bilməmiş, keçmək yəni məncə yaxşı deyil. Təməllər bilmək lazımdır. Mən həmişə demişəm, bu gün də deyirəm. Fizika, fərli, ingilislər üçün sol. Çünki xalq təməli görüb anlaya bilər də. Məsələn, düşünün, bizim vaxtımızdan 7-ci sinifdə falan oxuduğumuz vaxtlardan zamanı ilə Z hərfi yazılır. Nə bilim, yola Y hərfi yazılır. Adam da olsun, nə qədər yaxşı yazılır. Çünki bu fizikanı kəşf edən ingilis alimləri olur. Yəni daha çox təməli Avropalılar. Yəni ingilislər. İngilislər, Avropalılar, Almanlar, Fransızlar, onlar yəni dillərdə bir-birinə oxşuyurlar, yəni bilirsiniz. Yəni ona görə onlara fizika fənni həmişə daha rahatdır. Məsələn, mən xatırlayıram ki, 7-ci sinifdə oxuyurdum. Fizika fənnini öyrənirdim. T-ni görüm, nə qədər qorxurdum, bilmirəm T nədir, T-ni mi yazdım. Özdə, yəni biraz qorxulu gəlirdi o vaxtı. Uşaq hələ, uşaqdan çıxmışıq. Qəflədən nefər qoydular, müəllimlər də yəni orta məktəbdə deyildi, o qədər də keyfiyyətli dərslər yoxdur. Şəxsən mənim orta məktəb fizika müəllimi yox idi. Özüm görməmişəm. Yəni bunu niyə bilmirəm. Bizdə var, üçün görmüşük, amma... Yəni mən bu vaxtdan danışıram, bu vaxt uzun bir zamandır. İndi keçmək istəyirəm əsas məsələyə. Bundan yəni digər yerə əsas istədir. Çünki nədir? Sırf bundan dinlədikdən sonra fizika haqqında məlumat verirdim mən. Bəlkə heç onu ayrı videoda paylaşaram. Yəni bəlkə ayrı videoda, hətta bir şey fikirdir. Onu ayrıca paylaşaram. Fizika haqqında təməl bilgilər. Ondan sonra keçərəm bura. Yəni burada üçün nə edirik? Həqiqətən də bunu test oxuduğunuz götürməyəcəm, göstərirəm. Bunu izləyəndən sonra, hətta burada nümunələr işləyəcəm. Bunu işləyəndən sonra əgər normal zəkalısınızsa, geri-zəkalı deyilsinizsə, bunu işləməyə bacarasın. Yəni bəlkə demirəm, yəni bacardığım qədər əlimə gəldiyim qədər elə zaman çalışdım ki, sırf bu bölməni qəşəng biləsən. Hansı bölmədə o? Mexaniki hərəkət, təsviri, düzxətli, bərabər sürətli hərəkət. Mexaniki hərəkətə başlayalım, mexaniki hərəkət təsvir edək.